Bismillahirrahmanirrahim. Salam ərz edirəm sizə əzizlərin xidmətinə. ویژه برنامه در مورد علل دینگوریزی جوانان در محضر کارشناس محترم برنامه حضرت حجت الاسلام و المسلمین حضرت خداپناه ki xidmətlərində varıq. Xo'p, əvvəlin mövzu və əvvəlin məbhəs işi istəyirəm bu cür başlayacağıq xidmətlərindən. Hazır din nə mənadır əslən? Bunu bir toru kullu buyurun görək, dindən mənzur nə mənadır, murad nə mənadır? Bismillahirrahmanirrahim. Mən də salam ərz edirəm sizə və əziz görənlərə və eşidənlərə. Məbhəsi ki, dinqorizi ki intiqab eləmisiz, əvvəldə gələ mövzuu din bərrəsi oluna və bülünə ki, əslən görək din nə mənədir. Dini ki, bizə mərrifi eləyibdilər, behtərin dinşinasan və behtərin mühəqqiqan ki, dində fəaliyyət eləyiblər, bu tərifi bizə ərz eləyiblər ki, مثل İmam Musa Sədr ki, dinin tərifində gətirir ki, din tənzim edəndə rabitə insan ba cahan ətrafdır. Yəni, insanın rabitəsin cahan ətraf, çi xuda, çi qeyri xuda ilə tənzim eləyən bərnaməyə din deyirlər. Lap şosterofdə məniyə dini biz əgər axtarsaq, budur. Hala dini bərnaməyə səadət insan deyirlər, dər axirət, dər dünya və ayrı təriflər deyirlər, vəli behtərin tərifi ki, bu əsrdə bizə mərifi olunubdur ki, demək olar ki, heç xətşə də eləmək olmaz. Həman tərif ki, İmam Musa Sədr əncam və mətrəh eləyibdir, tənzim konəndə rabitə insan ba cahan ətrafdır. Çox gözəl. Hazır, bu dindən var, tərifi din demək olar ki, binəniqan əzizə bir toru kulli həll oldu. Olmasa da çoxlu tarif vardı ki, özləri müraciə eləyə bilərlər o əsli mənabəyə və baxsın. Hazır, dinqorizi nə mənadır? Siva bu ki, dini bildi, dinqorizi nə mənadır? Bəli, dinqorizi cami emruzu daha tamam cavamidə tarix görsədir ki, dinqorizi var idi. Vəli dinqorizi bir dənə pədidədir. Buzuda ki, məsələn, bir dənə یک amil həmişəgi və məsələn, dinin yanında gələk bir dənə dinqorizi olur. Xeyr, bir dənə pədidədir ki, oturublar bərrəsi eləyəndə bu dinqorizidə ki, nə amillər bahis olur, bəzi insanlar dini qəbul eləməsinlər və bəzi insanlar dindən qaçırlar. Gəlirlər bu dinqorizidə 3 dənə parametr mətrəh eləyirlər. Parametrəhay ki, dinqorizidə mətrəhdir, məxsusən cavanların içində biri xod dindir ki, xod dində əgər biz bərrəsi eləyək ki, bəlkə dinin müşkülü vardı, bəlkə xod dində nəqsi vardı ki, qoymur mərdum o qəbul eləsinlər ya mərdum ondan qaçırlar. Həmin məzahibə əz xud bərxastıdır, özlərini. Bəli, həmin məzahibə əz xud bərxastıdır. Bəzi bir parametri dindir, hala bunlar bərrəsi eləyəcək. İkinci parametrimiz nəhvəyə ərzəyə dindir ki, həmin təbliğ din. Və üçüncü parametri də pəzirəş dindir. Biz 3 dənə parametri bərrəsi eləsək, əvamili dinqorizi bərrəsi olunacaqdır və bülünəcəkdir ki, bu hardan su içirir. Əvvəldə gələk xod din. Xod dində bərrəsi eləyək ki, aya din bir bərnamədir ki, nəqsi vardı, bəlkə xod dinqorizi dinin özündən su içirir. Biz Quranı açırıq, görürük, Quranda gətirirdi ki, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu ələykum neyməti. Biz bu günləri dini sizə kamil elədik və razı olduq ki, İslam sizin dininiz olsun. Əgər Quran bizə hüccətdir ki, hüccətdir, pəs bəllidir ki, dində nəqsi qalmır. Din kamildir. Allah deyib, bu babətdən din kamildir və fulapşən bir bərnamədir vermişik sizə. Onda nəqsi yoxdur. Pəs Quran bir dəlil. İkinci dəlil, əhadisdə bərrəsi eləyəndə İmam Rizanın hədisinə yetişirik ki, İmam Riza buyurur ki, əgər mərdum bizim dinimizin və dilimizin gözəlliklərini, bizim söhbətlərimizin gözəlliklərini bilsələr, heç vaxt bizdən qaçmazlar və bizi qəbul eləyərlər.
Bunlar da məmulən imamlar, nə məmulən, kullən bədv təvəllüddən ya hələ deyək az o ləhzəyi ki imamətə çatıblar ta şəhadətlərinəcən suxəni qeyr az din deməyiblər. Fəqət kamilən hər zat dinnəndir. Yəni bu cürdə ki İmam Rza bir sözü danışa ki dindən olmuyor. Pəs nə mənə deyiblər dindir. Pəs İmam Rza buyurur ki bizim əgər söhbətlərimizin və sözlərimizin gözəlliklərini mərdum eşitsələr həttəmən bizi qəbul eləyərlər və qaşmazlar. Bəllidir ki o dini sabit eləyir. Dində bir nəqsi yoxdur. Pəs bir dəlil ayə ilə, bir dəlil rivayət ilə sabit olundu ki dində nəqsi yoxdur. Dini qoyduq kənara. Bəli. Qaldı ərzəyi din və pəzirəş din. Pəzirəş dini bərrəsi eləyəndə xub əvamili gəlir qabağa. Əvamili misli muhit, əvamili misli niyaz, əvamili misli azadi, əvamili misli şəhvət. Bu əvamil bəzi amillərdir ki bais olur ki dindən mərdum qaçsınlar. Kimi təəssüfanədir mənim nəzərimə əksəri nevisəndələr, əksəri mühəqqqiqlər də barmaq qoyublar bu məsələnin üstünə ki amil dinqorizi mərdumun içində pəzirəş dinin üstünə, yəni mərdumdadır günah. Bu cavanı ki dindən qaçır, günah elə özündədir. Əksəri nevisəndələr, hətta xudu Şəhid Mütəhhəri ya təzəlikdə bir kitab yazılmışdı der murdi dinqorizi, əksəri əvamili gətiblə mərdumun üstünə. Bəli. Deyirlər ki mərdumdadır günah, ya əvamili muhiti zistidədir, ya əvamili şəhvət və əvamili nəfsanıdadır. Bunlar bərrəsi eləyiblər. Amma mən sizə bir dənə misal vurum. Əgər bir insani təşnə olsa, məsələn, ay Basirən, indi bir nəfər təşnədir, bu suyu versən, heç vaxt deməz mən içmirəm. Məgər ki bir bulanlıq su verəsən, məgər ki bir gelalut su verəsən, bəli, onda heç ətəş adamda içməz. Bəllidir ki, mərdumda çox təqsir yoxdur. Əgər din bir surəti səhih və düz ərzə olunsa mərduma, onda mərdum dini qəbul eləyərlər. Çün din bir dənə fitri əmridir. Eyni bir dənə sudur ki, verirsən bir ətəşə və o gərək qəbul eləyə. Pəs mərdumda çox təqsir yoxdur, mərdumda günah yoxdur öz dilimiz. Nəhvəyə ərzəyə dində yetişirik. Düz istəyəm, dərsət sala bilirik da. Dərsət salacaq, indi deyəm da. Dərsət salır üçün söhbətimizin gözəlliyi burada oldu ki, dərsədi salsaq, məsələn deyirik ki, xob, Peyğəmbər behtərin mübəlliği din idi. İstəyirdim bura gətirim söhbət. Niyə Əbu Sufyan qəbul eləmədi dini? Niyə Peyğəmbərin dinin qəbul eləmədi? İstisnaatı vardı. Bəzi adamlar behtərin ərzəyi dində də qərar tapanda qəbul eləməyəcəklər. Çünki licacətdə var, inatda vardı. Vəli bunların da təh dillərinə getsən, ürəklərinin təkində əl-həqqü vəl-insaf danışsaq, onlar deyərlər ki, bain ki Peyğəmbərin dini həqqidir, vəli biz qəbul eləmirik. Bunu deyəcəklər ki, bəli, din həqqidir, biz qəbul eləmirik. Nəhvəyə ərzəyə din dərsədir biştər yaz əvamili dinqorizin sahiblanıbdır ki, əgər bizim nəhvəyə ərzəyə dinimiz təvəssüt mübəlliğan dini, din mübəlliğlərində yaxçı ərzə olunsa, onda görəcək ki, bəli, din nə tənha qəbul olunur heç, dinqorizi bala-bala yığışılacaq ki, dinqorizi ittifaq düşməz. Ərzə konəndəyə din, mübəlliği din, dini düz mərifi eləsə, heç vaxt din yerə düşməz. Mübəlliğan dini, ərzə konəndəqan dini, nəhvəyə ərzə edin. Biz dini mərduma yaxçı verə bilsək, onları pəzirəş eləyəcək.